Salam gözəl xalqım, gözəl millətim. Sabahınız xeyir. Hal-hazırda gördüyünüz kimi məktəbin həyətidir. Uşaqlar oxuyur. Burada da sizə bir dənə şəkil göstəreyim. Allah cəm ölənlərə qəni-qəni rəhmət eləsin. Allah şəhidlərimizə rəhmət eləsin. Bax bu cürə oğlan, bizlərə görə getdi, canım verdi. 44 günlük müharibədə. Şəhid Əlzami. Görürsünüz. Şəhid Əlzami. Allah qəni-qəni rəhmət eləsin. Allah o biri dünyasını versin. Allah buradan da veteranlarımıza, qazilərimizə can sağlığı. Valla belə oğlanların hər zaman müdafiə eləməliyik. Başımızın tacı olmalıdır. Baboşlar, vərzarlar, nə bilim o oğraşlar, zırtlar, pırtlar, onlara dəyər verməyin. Bizim bugünkü günü millətimizin 60-70% canlılarında da deyirəm, bu videomda da deyirəm, üzdən İraqlara dəyər verir. Evinə kimi, eşiyinə kimi. Bir gün sabah İran Turan oradan 2 dənə raket atsa, yenə bax belə kasıbın balaları gedib canını sipər verəyik. Canından keçəyik, şəhid olayaq, qazi olayaq, veteran olayaq. Yəni, yetim yesirin balaları gedəyik. Yəni, çəkirəm, paylaşıram ki, baxın, o beyni tərsini işləyən insanlara görə. Başa düşən insanlar ürəyimizdir. Allah can ölənlərə qəni-qəni rəhmət eləsin, yeri cənnət olsun, məkanı nur və olsun. Allah anasına da səbir versin. Allah kömək olsun, bərxudar və bəxtiyar olsun. Baxın dostlar. Şəhid Əlzamin bu məktəbdə oxuyurdu. 44 günü müharibədə şəhid oldu. Bura məktəbdir, gördüyünüz kimi çəkirəm, göstərirəm. Arxası da poçdur, poç. Bugünkü gündə yağış yağır. Sürəkli bayrağımızdır. Bugünkü gündə gördüyünüz kimi yağış yağır. Baxın. Elə güclü yağışda kiçkinliyir. Daha doğrusu. Yağış yağır. Heç nə oldu dostlar. Beğenin, paylaşın. Abunə deyilsə kanalımıza abunə olun ki, canlılaşanda, video paylaşanda qarşınıza çıxsın. Hələlik öpürəm. Məndən bu qədər.